Yine gelmiştim Xaltağaca, sabahın səhər saat təxminən 6-dır, 7 işləyir. Bax, durdum, gəl görürsün, gidik gəl. Çoxları düşünür ki, mən bunu elə bir dəfə eləmirəm. Hatta başımara buradan kim ki başında qan dolanıb, pozulur, qan yaxşı getmirsə, o adamlarla bunları istifadə edilə bilər. Bax, mən bu yolunu belə deyirəm, siz də baxın. Bu gecikkəndən terapiya, bax bu cürdür. Yəni, qan dövranı pozulan, bax, kimi də başda, bu saat münasib insanın əsas problemlərdən biri başa qanın çatmamağıdır. Bunu bəziləri bilir, bəziləri bilmir. Çünki biz ayaq üstə gəzən insanlarıq. Demək olar ki, oturaq, bir də ayaq üstə gəzirik əsasən. Ona görə də bədən daimi yediyimizlərdə qidalar elədir ki, demək olar qanı qatılaşdırır, laxtalaşdırır, yəni qan dövranını pozur. Qan ağır olduğuna görə, yəni qatı olduğuna görə damarları keçə bilmir. Çünki biz demək olar təbii qidalarla, meyvələrlə qidalanmadığımız üçün biz qan dövranımızı pozuruq. Yəni qanımız qatıdır. Yəni təbii sularla, təbii içkilərlə, təbii meyvə və tərəvəzlərlə qidalanmadığımız üçün qan dövranımız qatılaşır və o da ayaq üstə gəzdiyimiz üçün daimi ya da oturaq həyatları sürdüyümüz daimi demək dik gəzirik. Dik gəzdikdə isə bədənimizdə qan dövranı pozur. Baş bu hissələrdən başa qan çatdıra bilmir. Ağır olduğuna görə başa qan çatdırmır və bu da nə edir? Bu girəkən, bu nə edir? Bu sadəcə qıcıqlanma yaradır və beyinə informasiya gedir ki, məsələn, burada problem var. Beyin isə skoropamışım, yəni deyilən bir təcili tibbi yardımı var. O da ancaq qanı göndərir həmin yerə ki, get gör orada nə problem var. Orqanizmdə dediyimiz kimi hər nə desəz var. Sadəcə onu oyatmaq lazımdır. Həmin vaxt gəlir qan dövranına. O çətini bir dəfə vurunca da ondan sonra görəsən rahatlaşır. Tezdən eləmək lazım ki, axşama qədər rahat yata bilərsiniz. Əks təqdirdə gecələr adama biraz qaşınma verir, deyim sizə. Çalışmaq lazım, çox qaşındıqca biraz elə bir ki, daha sərtləşir, qaşınma. Amma çalışmaq lazım, qaşınmayasınız və yavaş-yavaş keçəcək. Bizi bir həftəyə qədər belə qaşınma verir. Çalışın, əl vurmayın. Ondan sonra qutaracaq. Şəfa. Diləyirəm hamınıza. Sağ olun, mən hərdən bir bu rolikləri paylaşıram ki, mən bu cür yaşayıram, narahat olmayın. Siz də yaşaya bilərsiniz. Sağ olun.